Salam, Ana Dil Akademiyasının dəyərli izləyiciləri. Bu günlərim sizə leksika bölməsinin izahını verəcəm. Dərslərimizə qoşulmaq istəyirsinizsə 050 837 89 78 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Deməli, adından da göründüyü kimi bu günlərim leksika bölməsinin izahını verəcəm. Leksika bölməsində biz nəyi öyrənəcəyik? Leksik və qrammatik məna, həqiqi və məcazi mənalı sözlər, tək və çox mənalı sözlər, homonimlər, sinonimlər, antonimlər və frazoloji birləşmələr. Leksik və qrammatik məna nədir? Uşaqlar, deməli, leksik məna dedikdə sözün ilkin ifadə etdiyi mənadır. Sözün ilkin ifadə etdiyi məna. Biz leksik mənayı, sözün ilkin ifadə etdiyi mənaya dominant mənada deyə bilərik. Dominant məna. Bundan əlavə sözün ilkin ifadə etdiyi məna və ya dominant məna. Bundan əlavə deməli yadınıza saxlayın ki, leksik məna bütün sözlərdə olmur. Sadəcə əsas nitq hissələrdə, yəni hansı söz suala cavab verirsə, həmin sözlərin leksik mənası olur. Qrammatik məna isə əsasən deməli qrammatik mənanı deməli hansı nitq hissəsinə aiddir? Hansı suallara cavab verir? Cümlədə vəzifəsi nədir? Leksik, qrammatik məna isə həm əsas, həm də köməkçi nitq hissələrinə və şəkilçilərə də aid ola bilər. Deməli, leksik və qrammatik mənanın bir fərqi də hər bir sözün bir leksik mənası olub. Məsələn, qələm və kitab sözləri. Qələm yazı yazmaq üçün bir vasitədir, bir leksik mənası var. Kitabın isə kitab oxumaq üçün bir vasitədir. Amma hər ikisinin eyni qrammatik mənası var. Hər ikisi isimdir. Nə sualına cavab verir? Cavab verir. Daha sonra sözün həqiqi və məcazi mənalı olması. Sözün həqiqi və məcazi bir dəqiqə uşaqlar buradan qeyd edək. Sözün həqiqi və məcazi mənası. Sözün həqiqi və məcazi mənası. Sözün həqiqi mənası dedikdə onun ilk ifadə etdiyi məna başa düşülür. Həqiqi məna. Hər bir sözün ifadə etdiyi ilkin mənası onun həqiqi mənasıdır. Məsələn, ağır daş. Həqiqətən də daş ağır ola bilir. Amma məcazi mənalı söz isə məcazi mənalı söz həqiqi mənadan törəyən sözdür. Məsələn, ağır və həmişə deməli əsas sözlə əlaqəli olur. Daşın ağırlığı onun çəkisini bildirirsə, ağır xasiyyətli adam. Ağır xasiyyətli adam isə adamın xasiyyətinin ağırlığını bildirir. Yəni əsas kökdən uzaqlaşmır. Elə sözlər var ki, həm həqiqi, həm də məcazi mənada işlənə bilər. Məsələn, yüngül adam, ağır adam. Yüngül adam həm xasiyyəti yüngül mənasında, həm də ki ağır çəkili. Xasiyyəti yüngül mənasında məcazi mənada, yüngül adam, yəni çəkisi yüngül olan adam mənasında isə həqiqi mənada işlənilir. Ağır da həmin qaydadan istifadə olunur. Daha sonra məcazi mənalı sözlərdə çox mənalılıq yaranır. Bir də sözlər var ki, tək mənalı və çox mənalı olur. Və çox mənalı sözlər. Tək mənalı sözlər sadəcə bir mənada istifadə oluna bilir.
Məsələn, təkmənalı sözlər daha çox terminlərə aid edə bilərik ki, məsələn, rasional, irrasional, qeyd edim bura, rasional, irrasional, rasional və məsələn, bundan əlavə mübtəda, sadəcə terminlər yox, bundan əlavə sözlərdə, məsələn, insan kimi sözlər də təkmənalı sözlərdir. Yəni, bunlar məcazi ifadə etmirlər. Bundan əlavə isə bir də var çox mənalı sözlər. Bizim əsas leksikada öyrənməli olduğumuz ifadələrdən biri çox mənalı sözlərdir. Çox mənalı sözlər əsasən məcazi mənalı sözlərdir. O, eyni bayaq izah etdiyim kimi, məsələn, deməli, baş sözünü götürdükdə insanın başı həqiqi mənada, deməli, kəndin başı məcazi mənada işlənib. Amma onu unutmaq olmaz ki, çox mənalı sözlər bir qayda olaraq, deməli, həqiqi məna ilə öz məna bağını itirmir. Yəni, formal xarakter, forması eyni olur. Məsələn, insanın başında da, baş insanın ən yuxarı hissəsidir. Kəndin başında da baş ən yuxarı hissədir. Və ya qol. Qol sözü insanın qolu və çayın qolu. Hər ikisində eyni deməli, leksik mənanı verə bilər. Məsələn, insanın qolu da insandan kənar olan bir çıxıntı mənasındadır. Çayın qolu da çaydan çıxan bir çıxıntıdır. Yəni ki, buna bu şəkildə başa düşə bilərik ki, leksik mənasının əsas mənadan uzaqlaşmır çox mənalı sözlər. Çox mənalı sözlər əsas mənadan uzaqlaşanda omonimə çevrilir. Bir də çox mənalı sözlər eyni nitq hissəsinə aid olur. Eyni nitq hissəsinə aid olur. Bu da deməli birazdan izah edəcəyim antonim və sinonimlə ortaq cəhətdir. Antonim, sinonimdən ortaq cəhətdir ki, eyni nitq hissəsinə aid olur. Daha sonra deməli omonimlər. Omonimlər dedikdə nə nəzərdə tutulur? Bir də uşaqlar, onu qeyd edeyim ki, çox mənalı sözlər daha çox bədən üzvlərinə aid olur. Bundan əlavə, məsələn, baş, qol, boğaz, burun və s. Bundan əlavə omonimlər. Omonimlər dedikdə yazılışı və deyilişi, başlanğıc forması eyni, mənası fərqli olan sözlərə omonimlər deyilir. Omonimlər digər çox mənalı antonim, sinonimlərdən fərqli olaraq həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər. Məsələn, deməli, həm eyni, həm müxtəlif nitq hissəsinə aid ola bilər. Bundan əlavə, eyni nitq hissəsinə aid olduqda balıq kürü, qarı kürü. Balıq kürü, burada kürü isim, qarı kürü isə kürmək feilidir. Daha sonra eyni nitq hissəsində isə insanın boğazı, yox, insanın boğazını yazmayaq. İnsanın boğazı, bir də deməli
coğrafi termin olaraq işlədə bilərik ki, uşaqlar, burada bir dəyişiklik eləmək məcburiyyətində qaldım. Səbəbini deyim, sizə bir mövzunu da elə burada izah eləmək istəyirəm. Omonimlərlə bağlı, omonimlər çox mənalının fərqi ilə bağlı daha doğrusu. İnsanın burnu ümid burnu. Ümid burnu coğrafi termindir. Deməli, biz demişdik ki, əsasən omonimlərdə forma bağlılığı olmur. Daha çox mənalı sözlərdə forma bağlılığı olur. Amma unutmayaq ki, terminlərdə coğrafi terminlər olduğu üçün bu sözlər bir-birinə formal bağlılığı olsa da, bunlar əsasən omonim götürülür. Bunu da unutmayaq. Bundan əlavə, omonim sözlər, məsələn, deməli, bir çox sözlər həm omonim sözlərə aid edilə bilər. Bunlara məsələn, elə kürü, burun, sonra gur, daha sonra zərflik, xəbər. Bir də omonimlər onu deyim ki, omonimlər iki qrupa bölünür. Leksik omonimlər, qrammatik omonimlər. Leksik omonimlər əsas nitq hissələri arasında olan omonimlərdir. Məsələn, balıq kürü, qarı kürü. Qrammatik omonimlər isə deməli, köməkçi nitq hissələri arasında olan omonimdir. Daha sonra bundan məsələn ilə həm qoşma kimi istifadə olunur, həm də ki bağlayıcı kimi. Bu qrammatik omonim hesab olunur. Çox mənalı və omonimlərin oxşar və fərqli cəhətləri. Oxşar cəhətləri ondan ibarətdir ki, hamısının deməli, deyilişi və yazılışı eyni olur. Oxşar cəhətləri budur. Fərqli cəhətləri isə ondan ibarətdir ki, deməli, omonimlər həm eyni, həm müxtəlif nitq hissəsinə aid olduğu halda, çox mənalı sözlər sadəcə eyni nitq hissəsinə aid olur. Çox mənalı sözlər əsas sözdən əlaqəsi olduğu halda formal oxşarlıq təşkil edir. Omonimlər isə tamam bir-birindən fərqlənir. Omonimlər lüğətdə ayrı-ayrılıq söz kimi qeyd olunur. Çox mənalı sözlər isə bir sözün tərkibində verilir. Bundan əlavə omonim deməli sözlər əsasən qeyd etdiyimiz kimi başlanğıc formaya görə götürülür. Deməli, omonimlərdə sözün başlanğıc forması eyni nitq hissəsinə aid olmalıdır. Hətta omonimlərdə deməli, omonimlər leksik şəkilçilər vasitəsilə düzələ bilər. Amma leksik şəkilçilər omonim yarada bildiyi halda qrammatik şəkilçilər omonim yarada bilmir. İndi onları da qeyd edəcəm, hansı sözlər omonim hesab edilmir. Məsələn, deməli, leksik şəkilçi ilə olan omonimlərə yara, qanıyır. Bir də ki, onun işinə yara. Birincidə yarmaq feilindən yara ismi yaranıb. İkincisi isə sadəcə yaramaq feilidir. Deməli, başlanğıc formaları eyni olduğuna görə bunlar deməli, omonim hesab edilir. Bu birində isimdir, digəri isə feildir. Yəni, müxtəlif nitq hissələrinə aidiyyət olur. Bundan başqa, hansılar omonimlik təşkil etmir? Deməli, omonim xüsusiyyət olmayanlar. Omonim xüsusiyyəti olmayan sözlər. Omonim xüsusiyyəti olmayan sözlərə birinci paronimlər. Paronimlər bir hərfinə görə fərqlənən sözlərdir. Məsələn, servis, servis, əsir, əsir, xeyir, xeyir, daha sonra atlas, atlas. Bu sözlər omonim hesab edilmir. Daha sonra omoforumlar, omoforumlar. Omoforumlar isə leksik yox, üzrsən. Omoforumlar isə əsasən başlanğıc formaları fərqli olanlardır. Əsir. Biri var əsir düşmək. Biri var ki, külək əsir. Bu da qrammatik şəkildir.
Buna görə də bunlar deməli hesab olunmuş homonim. Daha sonra 3 homograflar. Homograflar isə vurğusu dəyişməklə mənası dəyişən sözlərdir. Qovurma, qovurma. Daha sonra vurma, vurma, vurma. Bunlar da homonim hesab edilmir. Daha sonra isə qrammatik şəkilçi olan sözlərdə homonim hesab edilmir. Homonimlər leksik şəkilçi vasitəsilə ola bilər. Elə sözlər ola bilər ki, onlar deməli iki mənasında homonim olsun, bir mənasında homonim olmasın. Məsələn, yara sözü. Yara, deməli, onun işinə yara. Bir də deməli onun bir dəqiqə, onun işinə yara. Yara sağaldı. Sağaldı. Yara xəbər göndər. Deməli, bunlar əsasən homoformlar sayılır. Elə sözlər var ki, həm homoform, həm də homonim sayıla bilər. İki mənası eyni başlanğıc formasında olanlar homonim, digər mənada isə homoform hesabı olur. Yara. Burada yar sözün kökü a leksik, burada yara, yox, onun işinə yara. Üzrü sayın, burada bütöv gedir. Yara sağaldı, a leksik. Yara xəbər göndər, a yönlükal şəkilçisi. Deməli, başlanğıc forması ikisində də yara ilə, yaramaq feili ilə yara xəbər göndər, yara sağaldı da başlanğıc forması eyni olduğuna görə homonim sayılsa da yaranın sözü yar sözü başlanğıc forması yar olduğuna görə homonim sayılmır. Daha sonra homoformları dedim. Başqa məsələn qazan, əsir sözlərində də əsasən həm homonim, həm digər mənada işlənə bilər. Bundan əlavə homonimlər haqqında hər şey dedim. Keçək sinonimlərə. Sinonim dedikdə sinonimlərdə deməli sinonimlərin xüsusiyyətlərini qeyd edək. Sinonimlər deyilişi və yazılışı müxtəlif, mənası eyni olan sözlərdir. Sinonimlər eyni nitq hissəsinə aid olur. Daha sonra sinonimlər deməli eyni nitq hissəsi olur. Bir tərəfi sadə, digər tərəfi düzəltmə ola bilər. Daha sonra deməli sadə və düzəltmə iki qrupa bölünürlər. Sinonimlər iki qrupa bölünürlər. Mütləq sinonimlər və nisbi sinonimlər. Mütləq sinonimlərə məsələn dünya, cahan, sonra insan, adam, gözlük, eynək, çeşmək. Mütləq sinonimlər həmişə həmişə bir-birini əvəz edə bilir. Nisbi sinonimlər isə məsələn hündür, uca, daim bir-birinizi əvəz edə bilməyənlərdir. Məsələn, sadə düzəltməyə də nümunə gətirsək, bir tərəfi sadə olanda, məsələn, eynək, sadə, gözlük, düzəltmə. Daha sonra mütləq və nisbi sinonimlərdə özləri leksik sinonimlər, qrammatik sinonimlər olur. Leksik sinonimlər əsas nitq hissələri olur. Qrammatik, məsələn, gözəl, göyçək. Qrammatik sinonimlər isə, qeyd edeyim bunu, leksik sinonimlər. Gözəl, göyçək. Qrammatik sinonimlər isə köməkçi nitq hissələri və deməli şəkilçiləri arasında olur. Məsələn, balı, ya da ki bili,
bivəfa, vəfalı. Deməli, bivəfa ilə vəfalı. Burada yəni vəfa sözləri sinonim hesab olunmur. Sadəcə şəkilçilər sinonim hesab olunur. Kökləri eyni olduğuna görə söz özü sinonim hesab edilmir. Daha sonra antonimlər. Bir də sinonimlər bədii ədəbiyyatda əsasən deməli əlavə təkrarın qarşısını almaq üçün istifadə olunur. Antonimlər isə eyni nitq hissəsinə aid olur. Antonimlər əks mənalı sözlərdir. Antonimlərdə leksik və deməli, dediyimiz kimi antonimlər eyni nitq hissəsinə aid olur. Məsələn, çiy sifət, bişməmiş fe'li sifət. Bunlar antonim hesab olunmur. Gec, tez, əvvəl, axır antonimdir. Əks mənalı sözlərdir. Ədəbiyyatda təzad yaratmaq üçün istifadə olunur. Leksik və qrammatik olurlar. Bundan əlavə leksik eyni nitq, əsas nitq hissəsidir. Qrammatik isə şəkilçilər olur. Məsələn, bisavad, savadsız. Burada bisavadla savad söz olaraq antonim olmasa da şəkilçilər bi-sız antonimli hesab olunur. Əvvəl, axır, gec, tez, sağ, sol isə leksikomonimlərdir. Daha sonra keçək ümmüştək və ümmüştək olmayan sözlərə. Uşaqlar, orada icmal hissəsində vermədiyimə baxmayın. Söz deməli, leksik kanun əsasından biridir. Ümmüştək və ümmüştək olmayan sözlər. Ümmüştək sözlər günlük həyatımızda istifadə etdiyimiz sözlərdir. Bunun haqqında məsələn dəftər, qələm, kitab hamısı ümmüştək sözlərdir. Ümmüştək olmayan sözlər. Əsas bizim işimiz burada ümmüştək olmayan sözlərdir. Ümumişlək, ümmüştək olmayan sözlər aşağıdakılardır. Deməli, terminlər, sonra dialektlər, dialekt sözlər, tarixizmlər, arxaizmlər və neologizmlər, yəni yeni sözlər. Terminlər dedikdə nə nəzərdə tutulur? Terminlər hər hansı peşə və ya sahəyə aid sözlərdir. Terminlər əsasən Azərbaycan dilində bəzi terminlərin qarşılığı olur. Məsələn, mübaliğə, şişirtmə, təşbeh, bənzətmə, epitet, köçürmə, epitet bədii təyin, daha sonra metafor, köçürtmə, metonimiya, ad dəyişmə. Ancaq elə terminlərdə olur ki, onların Azərbaycan dilinə qarşılığı yoxdur. Terminlər əsasən deməli əsasən elmi yeniliklər, elmi kəşf zamanı meydana çıxır. Bir çox deməli başqa ölkələrdən alınan terminlər olsa da milli terminlərimiz də vardır. Əsasən alınma terminlər milli terminləri sıxışdırıb çıxartmır. Hər bir ixtisasın, hər bir fənnin özünə uyğun terminləri vardır. Terminlər iki qrupa bölünür. Ancaq termin kimi işlənən sözlər, termin olan sözlər. Bir də ki, həm ümmüştək, həm termin kimi olan sözlər. Məsələn, termin kimi olan sözlər. Ancaq termin olan sözlərin məsələn irrasional, rasional, metafor, təşbeh, ümmüştək və termin kimi olan sözlər zəif, zəflik, xəbər və s. Bundan əlavə isə keçək dialekt sözlərə. Dialekt sözlər hər hansı bir rayonla bağlı olan sözlərdir ki, ədəbi dildə onların qarşılığı olsa da, rayonlarda fərqli işlənir. Dialekt və şivələrində fərq var. Dialekt böyük bir hissəyə aiddir, şivə isə onun kiçik bir hissəsidir. Məsələn, Bakı dialekti var, bir də Xırdalanda şivə var. Bunlar məsələn, əppək, çörək, sonra əppək, çörək, daha sonra məhrəbba, dəsmal.
nöyüt, neft. Bundan əlavə nə deyə bilərik? Ciyi, cici, ana bacı, texa, təmiz və s. Daha sonra isə keçək tarixi zimlərə. Tarixi zim deyəndə nə nəzərdə tutulur? Tarixi zimlər əsasən hər hansısa bir dövrlə əlaqəli olan sözlərdir. Bunlar məsələn vergi növləri, qəbilə adları, dəbilqələr və s. aid edilir. Bunlar ancaq ədəbiyyatda hər hansı bir dövrü deməli, hər hansı bir dövrü ifadə etmək üçün istifadə olunur. Tarixi zimlər əsasən deməli Azərbaycan dilində çox işlənmir, yəni onun bir qarşılığı yoxdur. Daha sonra keçək arxaizmlərə. Arxaizmlər isə tarix zimlərdən fərqlənir. Arxaizmlər bizim dövrdə mövcuddur, amma adları dəyişib. Arxaizmlər yadları saxlamaq üçün ad dəyişmə, adın dəyişməsi mənasında AA yadda saxlaya bilərsiniz. Arxaizmlərə məsələn arı, əvvəlki dövrdə təmiz, indi həşarat, ayaq, qədəh, bədən üzvü, daha sonra kişi, adam, cins və s. bu sözlərdir ki, yəni və ya bundan əlavə damu cəhənnəm, cənnət uçmaq, yazı çöl, daha sonra yazı çöl, tanıq şahid arxaizmlərə aid edilə bilər. 5-ci isə neologizmlərdir. Neologizmlər əsasən yeni söz deməkdir. Neologizm kimi iki cür olur. Öz deməli özümüzə aid olan milli neologizmlər, öz lüğət hesabımıza yarananlar, bir də alınma neologizmlər. Oğuz dil qrupuna aid olan bütün neologizmlər milli neologizmlərdir. Məsələn, türk dilindən alınan durum sözü milli neologizm hesab olunur. Çünki türklər də Oğuz dil qrupuna aiddir. Daha sonra isə son hissə frazoloji birləşmələr. Buranı diqqətlə dinləyin uşaqlar. Frazoloji birləşmələr dedikdə nə nəzərdə tutulur? Frazoloji birləşmələrin hər iki tərəfi əsl və əsas tərəfi olunur. Cümlənin bütöv üzvü hesab olunur. Bütöv üzvü. Ayrılıqda təhlil olunmur. Bütöv üzvü hesab olunur və cümlənin sadə üzvüdür. Cümlənin sadə üzvü hesab olunur. Qrammatik formaca dəyişə bilir. Bir dəqiqə buradan yazım. Formaca dəyişə bilir. Arasına sözü qatıla bilir. Bir də əsasən hər iki tərəfi məcazi mənalı olur. Deməli, amma uşaqlar onu unutmayın ki, hər iki tərəfi məcazi mənalı. Bütün məcazi mənalı, bütün frazoloji birləşmələr məcazi mənalıdır. Bütün məcazi mənalı isə frazoloji birləşmə deyil. Bunu unutmayın. Bundan əlavə, deməli, frazoloji birləşmələrə ayrılıqda sual vermək mümkün deyil. Məsələn, bundan əlavə isə
cin adına frazeoloji birləşmələr bir sözlə ifadə etmək olmur. Çünki frazeoloji birləşmə ən əsası 2 dənə söz öz əsas mənasından uzaqlaşaraq məcazi məna ifadə edirlər. Daha sonra frazeoloji birləşmələrin deməli dedik ki, ayrılıqda sual vermək olmur. Ayrılıqda deməli frazeoloji birləşmələr amma bir deməli sözdən ifadə oluna bilər. Məsələn, cin atına minmək, əsəbləşmək. Bundan əlavə ol, et, bil. Unutmayın uşaqlar, ol, et, billə düzələn sözlərin çoxu frazeoloji birləşmə hesab edilmir. Amma ağ olmaq, göy olmaq, ağ eləmək, daha sonra bu kimi birləşmələr əsasən homonim frazeoloji birləşmə hesab edilir. Frazeoloji birləşmənin homonim, sinonim və antonimliyi də frazeoloji birləşmə şəklində olmalıdır. Məsələn, cin atına minməklə əsəbləşməyi sinonim götürə bilmərik. Çünki əsəbləşmək antonim, sinonim, əsəbləşmək frazeoloji birləşmə deyildir. Cin atına minmək, daha sonra isə əsəbindən qayış kəmirmək. Bunu isə frazeoloji antonim yox, sinonim götürə bilərik. Daha sonra isə antonimlərə. Antonimlər də eyni qaydadır. Məsələn, sevincindən deməli, sevincindən çiçək yox, belə deyək, ağzına su alıb oturmaqla sakit durmağı götürə bilmək, deməli, ağzına su alıb oturmaq, bir də çox danışmağı antonim götürə bilmərik. Amma ağzına su alıb oturmaqla deməli, dil ötməyi və ya dil ötməyi götürə bilərik antonim kimi. Dil ötməklə də dil otu yeməkdə sinonim götürə bilərik. Daha sonra amonimlər. Amonimlərdə frazeoloji birləşmənin amonimi də frazeoloji birləşmə olmalıdır. Məsələn, Nizami ömrünü başa vurdu ilə Nizami Xəmsəni başa vurduğunu biz amonim götürə bilmərik. Çünki hər ikisi eyni mənada istifadə olunur. Hər ikisi başa vurmaq, yəni sona çatmaq mənasındadır. Və ya top əlindən yerə düşdüylə, yola düşdükdə amonim götürə bilmərik. Çünki hər ikisində bu deməli, biri həqiqi mənadadır, biri də amonim kimi istifadə olunur. Amma o üz verdiyi aslar istədi. Ona çox üz verirsən. Burada isə amonim kimi götürülə bilər.